Aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza nəticəsində xəsarət alan BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimovanın son vəziyyətləri açıqlanıb. Sabunçu tibb mərkəzindən verilən məlumata görə sərnişin müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb. Sürücü Anar Nəcəfovun vəziyyəti isə orta ağırdır. Müalicəsi xəstəxanada davam etdirilir. Yaxın günlərdə əməliyyat olunması nəzərdə tutulur. Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb. Hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb. Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərər çəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib. Zərər çəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru 42 yaşlı Güloğlan Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.